Demək, harda qalmışdıq uşaqlar? Gloves. Gloves cəmdir. Söz önündən iki feil arasında feildən sonra obyekt gələr. Cəmlə obyekt cəmdir. His room. Burada dedik ki, avəzdir, çünki isim yoxdur. Burada əmr cümləsidir, yourself olur. Pupils yenə müraciət bildirir, yourself olur. This is dictionary. Nöqtədən sonra isim var. İsim varsa isimlə axtarmalıyıq. Mine atırıq, mine'dan sonra isim gəlməz. Sonra baxırıq, B variantına baxmırıq. Sonra bu tərəfə baxırıq ki, hönü versəm, avəni versəm, avəni versəm isim gəlməlidir. Veririk C. This is my dictionary. Bu mənim lüğətimdir, amma o səninkidir. Your'dan sonra isim gəlməz, yours yerinə oturdu. 80. Demək, özündən sonra xəbər istəyən mübtədadır, yəni şəxs əvəzliklərdir. Şəxs əvəzliklər cümlədə mübtəda olur. I, we, sonra I ola bilər, we də ola bilər. Hamısı ola bilər. Sonra baxırıq bunlara, söhbət books'dan gedirsə, books cəmdir. Demək, it olmaz, it olmaz. C ilə Y-ni atırıq. Bura baxaq. Əgər biz versək, I want to read they, verə bilmərik axı. Feildən sonra nə gələr? Obyekt they, obyekt deyil axı. They mübtədadır. I, you, he, she, it, we, you, they mübtədadır. Mən, sən, o, biz, siz, onlar. Onlar özündən sonra xəbər istəyir. Ona görə cəmdə cansız olacaq them. Feildən sonra nə gəlir? Obyekt əvəzi. 81. We had a test too. Bizim həmçinin testimiz var. Amma görürük ki, isim yoxdur, xəbər var. Demək ki, isimsiz axtaracam. Sonra baxıram bu tərəfə yenə də isim yoxdur, isimsiz axtaracam. Burada amma isimlidir, bu isimlidir, bu isimlidir, bu isimlidir. Amma C-də ikisi də isimsizdir. Asking to say. Baxıram ki, feildən sonra obyekt gələr, söhbət də Mr. Smith-dən gedir. Olacaq him, oğlan olduğu üçün. Obyekt olan və kişi cinsi olan A-la D-dədir. Bu tərəfə baxıram ki, she ordered. Yenə feildən sonra nə gəlir? Him. İşini verə bilmərəm, çünki she mübtəda olur cümlədə.